Değerli dostlar, bakın burada 2 ev var. Bu artıq satılıb. Bu qalır. 5 otaqlı evdə hər mərtəbəsi monolit betondur. Niyə çöldən başlamışam sizə deyim. Bakın görürsünüz bütün qonşular bu hissəyə qədər deməli hasarlanmış hissədir. Bağı, meyvə ağacları və s. və ilə axır yaşıllaşdırma zonası özləri üçün düzəldib. Niyə indi çəkib göstərirəm? Çünki o təmir olunmamış satılıb. Bakın Qurtuluş 93-ün düz arxa tərəfidir. 30 metr kənardan asfalt yol başlayır. İndi bu hissələr də asfaltlanacaq təbii ki. 2 ev var. Bu aradan gördüyünüzün sağ tərəfi bu evində, sol tərəfi isə bu maşın dayanan ərazi isə bu evində. Ümumi 5 sot torpaqdır. Bu 5 sot torpağın 2 sotdan çoxu sənədlidir. Belə deyil, 2 sot yarımı sənədlidir, 2 sot yarımı sənədsiz. Ancaq evin də kupçası var torpağında. Yəni bu hasarın içi, bax gördüyünüz bu hissələrin hər biri sənədə daxildir. Evin və torpağın kupçası çıxarışı var. 5 otaqlı evdə hər mərtəbəsi monolit betondur. Hündür cizam üzərində inşa olunub, rütubətdən uzaq, tam elit bir ərazidir. Buradan birbaşa Abşeron Mərkəzi Xəstəxanasına tərəf də çıxış etmək mümkündür. Daha sonra Yeni Bakı kompleksinin içinə də, Qurtuluşa da, Əliyağa Vahid heykəlinin yanına da. Baxın, bu hasarlanmış isə 3-4 maşın sərbəst şəkildə daxil ola bilər. Evdə təmirə dair son işlər qalır. Onların hər biri həyata keçiriləcək. Alıcılara tam formada təhvil veriləcək. Baxın, bu yanda gördüyünüz evin də, qarşıdakı gördüyünüz o ağac əkilmiş hissələrdə bu dediyim formadadır. Daxil oluruq evə, sağda yerləşir. 40 kvadrat metrlik zal hissə. Bir də monolit betondur, 2 də monolit betondur. Və isti döşəməli birinci mərtəbə bütün. Burada 40 kvadrat metrlik zal hissə, radiator alınmayacaq birinci mərtəbəyə. Burada böyük bir mətbəx sahəsi hardasa deməli 5-60 cm-dən 3 metrin deyim də sizə 3, 6, 9 hardasa 3 metrin 7 metrədir. Bura mətbəxdən arxa tərəfi keçid qoyulub. Kombo aparatının yeridir, kollektor sistem burada da, saniter qovşaq burada da. Vaxtınızı çox almamaq istəyirəm. Pilləkən də betondan yığılıb üzəri mərmərlə, mərmər deyirəm, üzrü istəyirəm, taxta materiallı işlənəcək. Evin qiyməti 158 min manatdır, alıcılara indirim olunacaq. Ev və torpaq kupçalıdır. 2 sot yarımda kupçası sahə var ki, çöl hissədə, orada sırf bu evə aiddir. Bura 2-ci mərtəbənin saniter qovşağı. 2-ci mərtəbənin yekununa da beton kəmər atılıb. 5 otaqlı bu ev, buradan eyvana da çıxış var. 158 min manatdır. Tam təmirli formada 158 min manatdır. Masazir mərkəzi Qurtuluş 93-ə çox yaxın bir ərazidir. Alıcılarla razılaşmaq mümkündür. 2-ci mərtəbənin yekununda da ara divarlar daxil olmaqla beton kəmər atılıb. Yox, bunda üzr istəyirəm, bunda hər mərtəbə üst dam hissə də monolit betondur.